Bismillahirrahmanirrahim. Həmd surəsi, Fatihətul Kitab. Quran-ı Kərimin bütün mənası Həmd surəsinin, yəni Fatihənin 7 ayəsində cəmlənib. Əziz Peyğəmbərimiz belə buyurub. Gəlin bu surənin mənasına baxaq. Bağışlayan və rəhm edən Allahın adıyla. Həmd olsun aləmlərin Rəbbinə. O Rəbb ki, Rəhman və Rəhimdir və qiyamət gününün sahibidir. Ey Rəbbimiz, sənə ibadət edirik və səndən kömək istəyirik. Ey bizim Rəbbimiz, bizi düz yola hidayət et. O kəslərin yoluna ki, sən o kəslərə nimət əta etmisən və bizləri o kəslərin yolundan uzaq et ki, onlara qəzəb etmisən və sənin qəzəbinə düçar olurlar. Allah bizi Qurandan ayrı salmasın.